Post-seçki dövrünün həmişə özünə məxsus məziyyətləri olur və ilk növbədə bir neçə gün görürsən ki, qeyri-ayrımlıq nümayiş etdirilir, sonra bəzi proseslər hətta bir kəskin hal alır. Amma çox keçmir ki, artıq sonra sabitləşmə meydana gəlir və belə olduğu halda əlbəttə ki, qələbə çalmış qüvvə çalışır tez bir zamanda artıq verdiyi vədlərə əməl etsin, digər tərəfdən də öz islahatlarını qüvvəyə mindirsin. Yəqin ki, Ermənistana da bax bu qayda şamil edilməlidir. Ancaq Ermənistanda özünə məxsus özəlliklər var və bu günləri biz müzakirə vaxtında onlar barədə müzakirə aparacağıq. Salam, hörmətli tamaşaçılar, hər vaxtınız xeyir. Mənim bugünkü həmsöhbətim siyasi şərhçi, alim, araşdırmaçı Mübariz Məmmədlidir. Mübariz müəllim, xoş görmüşük. Çox sağ olun. Mübariz müəllim, biz indi görürük ki, hələ də seçkilərdən artıq demək olar ki, xeyli vaxt keçib, 7-sindən bəri, 7 iyundan bəri hər halda 3 həftə keçib, ancaq yenə də biz görürük ki, aramlıq yoxdur Ermənistanda. Yəni, çəkişmələr davam edir, digər tərəfdən 3 başlı, belə deyək, o müharibə partiyasının fəalları çalışırlar vəziyyəti yenə də bir qeyri-sabit tərzdə inkişaf edirsinlər. Ancaq Nikol Paşinyan da mənə elə gəlir ki, bir qədər o sabitləşdirici əməllərlə, addımlarla tələsmir. Siz bilən, bax, bu vəziyyət çoxmu çəkəcək Ermənistanda, yoxsa yox? Niyə mən bunu sizdən soruşuram? Çünki bu elə məhz müzakirə mövzusudur, ona görə soruşuram. Həm də ki, Ermənistanın daxili ictimai-siyasi vəziyyəti, həm də regiondakı şəraitə və digər tərəfdən Azərbaycanla bağlanılacaq sülh məsələsinə bilavasitə təsir göstərir. Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar, mənim çox sağ olun dəvətə görə. İyunun 7-sində parlamentə keçirilən seçkilər zamanı, ondan əvvəl, öncə hadisələrin gedişinə nəzər saldıqda bizdə belə bir hesab eləyirdik ki, bütün dünya seçkiləri izləyərkən və o cümlədən biz Azərbaycanda hesab eləyirdik ki, onun nəticələri müəyyən dərəcədə bir çox sualların cavabını verəcək. Nə baş verdi? Paşinyanın rəhbərlik etdiyi vətəndaş sazişi də belə müqaviləsi partiyası üstünlük qazandı. Hardasa səslərin, parlament səslərinin 50% qədərini alsa da, yəni üstünlüyü əldə eləsə də, müxtəlif yönümlü partiyaların, siyasi partiyaların parlamentdə təmsil olunmağı bu bir çox məsələlərin hələ də qapalı... Yəni səs vermədə səs çoxluğuna malik olmağa artıq imkan yaratmır. Artıq bir neçə səs çatışmır bunun üçün. Bəli, çatışmır. Yəni mütləq, belə deyək də, üstünlük üçün. Bəli, o mütləq üstünlük üçün ona çatmır və bu siyasi partiyaların kifayət qədər, mən hesab edirəm, 20% civarında, hardasa bu qədər ya 10% civarında səs toplamağı xəbər verir ki, Ermənistan siyasi prizmasında bu balansın qorunması gözlənilib. Balans qorunub. Niyə? Ola bilər ki, gələcəkdə hələ müəyyən bir addımların atılması üçün Paşinyan yəni arxayın deyil. Yəni hara yönləndirmək o siyasi qüvvələri ola bilər ki, onun üçün o müxalifətin dəstəyinə ehtiyacı olacaq hələ. Yəni parlament daxilində. Parlament daxilində. Amma hələ parlamentdən söhbət getmir. Bilirsiniz, yəni meydanlarda, ümumiyyətlə cəmiyyətdə çox, belə deyək də, impulsiv bir şərait formalaşıb. Bu hər zaman belə olur. Həm seçki öncəsi, həm seçkidən sonraki dövrlərdə bir canlanma olmalıdır cəmiyyətdə. Bu belə də gedir. Amma mənə elə gəlir ki, hansı yolu, Paşinyanın hansı istiqaməti tutmağından çox şey asılı olacaq və o baxımdan biz bir çox suallara cavab əldə edə bilmədik. Məsələn, mən özüm üçün hesab edirdim ki, bir mənalı olaraq Paşinyan deklarasiya elədiyi məsələlərdən geri dönməyəcək. Məsələn, deyək ki, revanşizmdən uzaqlaşacaq, o müxalif qüvvələrin səsinin... Onların yəni çabalarının qarşısını alacaq və s. Amma yaranmış siyasi vəziyyət bu seçkilərdən sonra onu deməyə
mənə əsas vermir. Mən hesab edirəm ki, hələ gərginlik qabaqdadır. Üstəlik, düzdür, bu Azərbaycanlılarla bağlı bu yaxınlarda konqresdə, Amerika Birləşmiş Ştatların konqresində də, Kapitol Hilldə də bir müzakirələr aparıldı və o müzakirələr zamanında qeyd olundu ki, Qərbi Azərbaycana qayıdış hüququ insanların hüququdur. Təbii hüquqdur. Bununla da bu məsələ ilə bağlı da Ermənistan siyasi dairələrində çox canlanma yarandı, həm də belə deyək də, onlar da özünə məxsus belə deyək də, həm aqressiya nümayiş etdirdilər, bəziləri belə deyək də, mötədil bir mövqe sərgilədilər, amma əslində mənə elə gəlir ki, o məsələ özlüyündə bir katalizator rolunu oynayır, yəni Ermənistan daxili həyatı üçün. Sözsüz. Mənə elə gəlir ki, ümumiyyətlə Qərbi Azərbaycana qayıdış hüququndan danışdıq, indi söhbət bundan düşdü. Elə düşmüşkən onu da deyim ki, bu yaxınlarda Türkiyənin Egey Universitetinin Türk Araşdırmaları Mərkəzi İnstitutunda da çox gözəl bir monoqrafiya hazırlanıb. Qərbi Azərbaycanlıların qayıdış hüququ ilə bağlı, onların bu hüququn siyasi bir hüquq deyil, bu həm də bir beynəlxalq hüququn normalarına cavab verən insan hüquqları çərçivəsində yanaşılır bu məsələyə və bu monoqrafiyada da təmsil olunan çox tanınmış Türkiyəli alimlər göstərirlər ki, birinci növbədə Cənubi Qafqazda hadisələrin gedişinin əsas məsələləri Ermənistan hökumətinin, yeni seçilmiş parlamentin müəyyən atdığı addımlardan asılı olacaq. Düzdür. Cənubi Qafqazda söz sahibi Azərbaycandır. Bu zəfər əldə eləmiş, əsas hər şeyi diktə eləyən siyasi prizmanı, siyasi bugün gündəmi diktə eləyən Azərbaycan tərəfidir. Və həm də ki, beynəlxalq hüququn qüvvəsidir burada bərpa eləyən Azərbaycan. Bəli, o hüququ bərpa eləyən Azərbaycandır. Amma Ermənistanda baş verən hadisələr təbii ki, təsirsiz ötüşməyəcək. Bu baxımdan Azərbaycanın irəli sürdüyü sülh proqramı, gündəliyi və avqustun 8-də ötən il imzalanmış, paraflanmış sülh müqaviləsi, o bəyannamə özü, bu bir çox məsələlərin həllində kömək edə bilər Paşinyana və onun komandasına. İmpuls verici bir amildir də, əlbəttə. Mənə elə gəlir ki, Nikol Paşinyan həm də bax belə bir növ, mən deyərdim, bir qədər astagəlliyi ilə, bir qədər tələsməməyi ilə hardasa çalışır, həm də o qarşı düşərgədən olan o üç partiyanın rəhbərlərini və s. bir növ həm sınasın, həm də onları belə deyək də, məngənədə saxlasın, yəni psixoloji məngənədə. Çünki bilavasitə seçkilər bitəndən sonra hər üçü istədilər Ermənistanın ərazisini tərk etsinlər. Biri Gürcüstana, biri Moskvaya, biri başqa bir yerə, yəni söhbət Robert Köçəryandan gedir, Narek Karapetyandan gedir, Gagik Çarukyandan gedir. Yəni bunlar faktiki olaraq müxalifdirlər, yəni ideoloji baxımdan düşməndilər, ya ən azı rəqibdirlər. Amma digər tərəfdən də başa düşürlər ki, ölkə daxilində söz sahibi Paşinyandır və onun partiyasıdır. Və onların hər birinə demək olar ki, cinayət işləri açılır və onların elə bir işləri var ki, onlar ətrafında da məsuliyyət daşımaq lazımdır və cavabdehlik daşımaq lazımdır. O baxımdan mənə elə gəlir ki, elə Nikol Paşinyan həm də özünə məxsus tərzdə onları çərlədir ki, bunlar həm problemləri artırmasınlar, digər tərəfdən cəmiyyətə artıq dağıdıcı öz impulslarını sirayət etməsinlər və digər tərəfdən də anlasınlar ki, artıq mübarizə uduzulub. Tökmə, o partiyaların rəhbərləri və o rəhbərlərin kağıdlarını çəkdik. Onlar əvvəldən də hesab edirəm ki, özlərinə hesabat verəndə aydın dərk eləyirdilər ki, elektoratları o qədər də geniş deyil. Ermənistan artıq son 5 ildən sonra dəyişib. Ermənistanda da hadisələr başqa şəkildə gedir. Yəni, zəfərə qədər ki, dövrdə bir Ermənistan tanıyırdıq, indi 5 ildən sonra bir qədər başqa Ermənistan tanıyırıq. Siyasi qüvvələr baxımından, elektorat baxımından, yeni nəsillərin bu hadisələrə münasibəti baxımından, yanaşması baxımından. Ona görə də onların bu məğlubiyyətindən sonra, yəni parlamentə seçkilərdə istədikləri nəticəni əldə elə bilməməsindən sonra onlar ölkəni tərk etməyi
labüddəsində elə bir yəni siyasi mübarizənin qaydalarına uyğun şəkildə də aparılmamışdı o mübarizə. Onlar müəyyən kozurlarından, şimaldan filan digər yerdən, digər yerdən gələn çalışırlar, kozurlardan istifadə edirdilər. Yəni bu məsələdə Paşinyan da bunu bilirdi, dünya da bilirdi ki, güc hardan gəlir və parlamento seçkilərdə onların qazandığı nəticələr onların vəziyyətinin o qədər də yaxşı olmamağından xəbər verir. Sadəcə olaraq Karapetyandır, Köçəryan və Sarukyan, bu adamlar mən elə bilirəm ki, və bunlara əlavə də siyahını artıra bilər. Ara Abramyan var idi. Ona bu yaxınlarda da Rusiya prezidenti Rusiyada ermənilərin ittifaqının rəhbəridir. O da bu proseslərdə candaşanlıq edir, iştirak edir, maliyyə dəstəyini verir. Amma o ölkə daxilində deyil. Ölkə daxilində deyil. Amma ölkə daxilində olanlar nüfuz eləyir. Nüfuz eləyirlər. Səs vermələrə də təbiidir 10%, 20%-ə yaxın səs toplamağı ondan xəbər verir ki, müəyyən qədər müəyyən köməkliklər, dəstəklər, təsirlər nəticəsində bunlar bu səsi toplaya biliblər. Amma inanmıram ki, Paşinyanın qələbəsi nəticəsində parlamentdə bundan sonra daha çox güclənəcək Paşinyan. Mənə elə gəlir ki, qarşıda onun verdiyi, əgər söz verdiyi özünə, öz qarşısında və seçiciləri qarşısında vermişdi ki, konstitusiyada dəyişikliklər olacaq, konstitusiyada dəyişikliklərə doğru addımlar atır. Gerbindən götürüb Ağrı dağın siluetin preambuladan yığışdırır, o ərazi iddialarını, bütün bunları eləsə doğrudan da biz başqa bir Ermənistanı görəcəyik yaxın zamanlarda. Bu həm də o anlama gəlirmi ki, Nikol Paşinyan və onun qüvvəsi, ümumiyyətlə hakimiyyəti həm də sülh gündəliyi çərçivəsində də onlar həm də konstruktiv bu xətti yürütməkdə davamlı bir mövqe nümayiş etdirəcəklər. Çünki faktiki olaraq biz artıq siz bayaqları buyurdunuz, yəni 8 avqustun artıq bir ilinə yaxınlaşırıq biz. Bir o qədər də əgər biz məsələlərə baxsaq, Paşinyan tələsmir. Yəni hardasa bəlkə də ləng tərpənir. Bu bilərəkdən də ola bilər, bədayətən də ola bilər. Amma hər halda sülh məsələsi elə bir şeydir ki, onu sonraya saxlamaq olmaz. Yəni sülh daha çox biz həmişə bunu demişik, deyirik də Ermənistana lazımdır. Çünki Ermənistan 3 Qafqaz ölkələri sırasında ən geridə qalmış məmləkətdir. Yəni onun böyük kəsirləri var, insanların böyük problemləri var. Yəni ümumiyyətlə Ermənistan özü problemli bir respublikadır. Həm də subyektliyini gərək təsdiqləsin. Tofiq müəllim, bilirsiniz, Ermənistan cəmiyyəti xəstə cəmiyyət olub. Uzun illər, uzun əsrlər. Söhbət tək bu 200 ildən getmir. Baxın, Paşinyan üçün mən hesab edirəm ki, vəziyyəti onun məsləhətçiləri də var axı. Əlbəttə. Sağdan, soldan müşavirləri var. O vəziyyəti dərk eləyir. Başa düşür ki, cəmiyyətin sağalması üçün beyinlərdə bir dəyişikliklər getməlidir. Niyə mən bu sözü deyirəm? Baxın, Ermənistan cəmiyyətini xəstə vəziyyətə gətirən həmin Ermənistanın mədəniyyət xadimləri, elm xadimləri, Ermənistanın yazıçıları, şairlərinin rolu az olmayıb. Bəli. Son 2024-cü ildə film çəkiblər. O filmdə 2024-cü il artıq 20-ci ildəki müharibə başa çatandan sonra Paşinyan elan elədi ki, Qarabağ Azərbaycanındır. Bundan sonra 2024-cü ildə çəkilən filmlərdə və buna qədər çəkilən filmlərdə həmin o revanşist ideyaları, həmin o ərazi iddialarını, qonşularına olan ərazi iddialarını səsləndirməkdə davam edirlər. Və onlar bunu müxtəlif kinofestivallara aparırlar, sürükləyirlər. Bunlar beyinləri zədələyirlər. Bunlar toxum, şər toxumları, revanşist toxumları səpirlər, səpməkdə davam edirlər. Öz cavanlarını yenidən onlar zəhərləyirlər. Söhbət Avanes Tumanyandan getmir. Deyək ki, 20-ci əsrin əvvəllərində söhbət nə də o Balayandan getmir. Hansı ki, Mənfur Balayandan. Mənfur Balayandan və gördü də o qələbəmizi də gördü və söhbət indiki nəsillərdən gedir. Və ki, onları sülhə hazırlamaq. Bəli, hazırlamaq lazımdır, sülhə hazırlamaq lazımdır. Nə qədər ki, bu yöndə erməni ictimaiyyəti öz işini qurmayıb, yəni beyinlərin sağlamlaşdırmağı, gənc nəsillərin qonşu dövlətlərə, qonşu xalqlara, ərazi iddialarından əl çəkmək, əgər bu məqsədlərə yönəlməyib addımlar,
Ermənistanda çətin gərgin olacaq vəziyyət. Digər tərəfdən mən hesab edirəm ki, Azərbaycan özü bu bölgədə hadisələri diqqət eləyir, diktə eləyir. Bizim addımlarımız Paşinyanın, Ermənistanın qəbul elədiyi addımlara mütənasib olacaq. Onun atdığı, əgər istəsə müharibə deməli... Yox, biz də demiş ki, əvvəldən də özləri bilirlər ki, Azərbaycan bütün variantların hamısına hazırdır və bizim təklif etdiyimiz sülh bizim zəifliyimizdən yox, gücümüzdən, təpəlimizdən, böyük imkanlarımızdan irəli gəlir ki, biz deyirik ki, indiki zamanda ki, dünyanın özü turbulent bir dövrünü yaşayır. Yəni, heç olmasa Qafqaz bölgəsində sabitlik bərqərar olsun. Heç olmasa burada da müharibə ruhu uzaqlaşsın və biz o səhifəni, qara səhifəni nəhayət sona qədər çevirək. Biz ki, onu çevirmişik, amma Ermənistan sanki əli titrəyir. Hələ bilmir, bunu çevirmək lazımdır yoxsa. O baxımdan mənə gəlir ki, faktiki olaraq öndə biz müəyyənlik dövrünü görməliyik. Mənim bir sualım var, qısaca zəhmət olmasa, çünki vaxtımız bitir. Siz bilən, bax, Ermənistanda bu post seçki dövründəki keçid mərhələsi uzunmu çəkəcək, yoxsa yox? Hesab edirəm ki, bir qədər qısa olmasa da, amma bu çox uzanmayan bir proses olacaq. Çünki düzdür, Paşinyan legitimliyi qazanıb artıq yaxın illər ərzində parlamentdə qələbəsi nəticəsində bir növ arxayın nəfəs ala bilir ki, arxaya bilir ki, bu öz işlərini çatdıra biləcək, qarşısına qoyduğu məqsədə nail ola biləcək. Hesab edirəm ki, çox da belə yaxın gələcəyi də olmasa, biz bu yaxın bir aylar, il ərzində görməsək də, elə bilirəm, yaxın bir 2 il ərzində, 2 il yarım ərzində müəyyən çox ciddi dəyişikliklərin Azərbaycanla şahidi olacaq. Qafqazda, Cənubi Qafqazda. Aydındır. Çox sağ olun bacım mənim. Çox sağ olun. Mən də bir nikbin bir adam kimi baxıram proseslərə və elə düşünürəm ki, yəni Nikol Paşinyanın özünün marağında olan odur ki, o gərək tələssin bir qədər. Çünki bir halda ki, artıq planlar hazırlanıb, məram aydındır və nəhayət situasiyanı da cilovlamaq lazımdır. Artıq burada danışmaqdan daha çox hərəkət eləmək lazımdır. Çox sağ olun bacım mənim. Hörmətli tamaşaçılar, biz bu günləri müzakirə vaxtında həmkarımız, siyasi şərhçi, araşdırmacı Mübariz Məmmədli dinlədik və təbii ki, bütün proqnozlar hamısı zaman-zaman görürsən ki, ya həllini tapır, ya da yerinə yetirilir, yoxsa yetirilmir. Amma ən azı məsələ bundan ibarətdir ki, biz bütün mövcud variantların hamısını nəzərdən keçiririk və istədiyimiz də ondan ibarətdir ki, tez bir zamanda ürəkaçan dəyişikliklər Ermənistanda baş versin və onların da təsiri bölgəyə də özünü əks etdirsin. Bu günlük bu qədər. Çox sağ olun ki, siz bizimlə bərabərdir. Salamat qalın. Efirdə görüşənədək.